Ərbəyin yürüyüşü ilə bağlı 5 maraqlı fakt. Birinci. Dünyanın ən böyük dinc toplaşması. Hər il 20 milyondan çox insan Ərbəyin ərəfəsində Kərbəlanı ziyarət edir ki, bu da hətta Amerikanın ən böyük festivalı olan Coachella'nı çox böyük fərqlə üstələyir. İkinci. Zəif infrastruktura baxmayaraq İraqlılar Kərbəlada 20 milyondan çox zəvvarı qəbul edir. İraqın müqəddəs Kərbəla şəhərinin təxminən 600 min nəfər əhalisi var və onun infrastrukturu öz sakinlərinə çətinliklə xidmət edir. Lakin buna baxmayaraq, hazırda Kərbəlada olan 20 milyondan çox insan özlərinə çox yaxşı xidmət edildiyini bildirir. Ziyarətçilərə gündə 3 dəfə olmaqla təxminən 600 milyon porsiya pulsuz yemək verilir. Üçüncü. Kərbəlada bəşəri birlik. Hər il keçirilən Ərbəyin yürüşündə xristianlar, yəhudilər, zərdüştülər və hətta ateistlər belə görünür. Şiələr və sünnilər müqəddəs ziyarətgahlarda birlikdə namaz qılırlar. Zəvvarlar inanırlar ki, Həzrət Peyğəmbər Salavatullahın nəvəsi İmam Hüseyn əleyhissalam təkcə İslamı xilas etməyib, həm də bəşəriyyətin dəyər və əxlaqını qoruyub saxlamağa müvəffəq olub. Məhz buna görə də milyonlarla insan Həzrət Hüseynin həqiqət, məntiq və əsl azadlıq mesajına cəzb olunur. Dördüncü. Statistika həqiqətlə ziddiyyət təşkil edir. World Population Review göstəricilərinə görə İraq ziyarət üçün ən təhlükəli ölkələrdən biri kimi siyahıya alınıb. Lakin təəccüblüdür ki, dünyanın ən böyük dinc toplaşması məhz həmin ölkədə, şiələrin müqəddəs Kərbəla şəhərində keçirilir. 5-ci. Ərbəyin yürüşündə ötən illə müqayisədə 1 milyon çox insan iştirak edir. 2019-cu ildə Ərbəyin ziyarətində təxminən 14 milyon insanın iştirak etdiyi təxmin edilirdi. Həzrət Abbas müqəddəs ziyarətgahının baş katibliyinin verdiyi bəyanata əsasən, ötən il zəvvarların sayı 22 milyon 19 min 140 nəfərə yüksəlib.